Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bugün 1 may 2026-cı ildə brifinq keçirilmişdi. Attestasiyanın təxirə salınması və sertifikasiya əvəz olunması. Bu haqda biraz şəxsi, subyektiv fikirlərimi paylaşmağa çalışacağam. Bu, yəni şəxsi öz fikirlərimdir. Yanlışlar ola bilər, xətalar ola bilər. Biz bir şəxsi, fərdi və fikirlərimizi bildirməyə çalışırıq. Gedişat və ümumi proses haqqında istənilən məlumatlar verməyə çalışıram, amma dəqiq rəsmi məlumatları ancaq izləyin. Dəqiq məlumat istəyirsinizsə, yəni o dedi, elədir, yox. Rəsmi mənbələr var. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin çox aktiv sosial şəbəkə hesabları var. Öz səhifələri var, rəsmi səhifələri, əlaqə nömrələri var. Eləcə də Nazirlər Kabinetinin, eləcə də fərmanı prezident verdiyi üçün prezidentin humanitar şöbəsi, prezidentin rəsmi saytı var. Yəni mütləq şəkildə mənbələr rəsmi olsun və məlumatları oradan əldə edin və ictimaiyyətə davamlı şəkildə mütəmadi olaraq məlumatların verilməsinin brifinqdə qeyd olundu. Yəni mən sadəcə biraz öncə öz fikirlərimi qeyd edeyim bu proseslərlə əlaqədar. Amma siz yenə də hər zaman əsas mənbə olaraq rəsmi qaynaqlar, rəsmi mənbələri götürün. Keçək videoya biraz mən bu proseslər haqqında danışım. Ümumiyyətlə attestasiya nədir? Attestasiya Azərbaycan Respublikasının qanununda təsbit olunmuş bir şeydir. Yəni attestasiya edilmək, attestasiya olunmaq bu hər bir dövlət qurumuna aiddir. Attestasiya nədir? Sertifikasiya ilə fərqi nədir, belə deyək. Attestasiya bir şəxsin yerində olub-olmadığını dövlətin müəyyən etməsidir. Məsələn, dövlət ştat ayırıb, pul verir, maaş verir adama. Orada kimi istəyirsən götürə bilər, direktor və yaxud da səlahiyyətli şəxslər. Və attestasiya olunur dövlət tərəfindən. O şəxsin yerində olub-olmadığı, bax fikir verin, hansı səviyyədə yox, sadəcə yerində olub, məsələn, kolxoz müdürünü gətirib hardasa bir vəzifə verib dövlətdən maaş aldırırsan, düzdür? O yoxlayır ki, o vəbşə işini bacarır ya yox. Yəni ya yerindədir ya yox. Ya hə, ya da yox. Hə qalır işində, yox işdən çıxır. Attestasiya budur. O şəxs yerindədirmi, deyilmi? Bunu müəyyən edirik. Və burada 5+3+ filan söhbətləri hamının ağlında qalıb. Yəni bu 5+3+ sadəcə gedişatı müəyyən etmək üçündür. Yəni 3+ keçdi deməkdir. Yəni 3 nəfər hə deyib misal üçün. 4+ 4 nəfər hə deyib. 5+ hamı hə deyib. Amma bunun əslində böyük bir önəmi yoxdur prosesin gedişatında. Ya hədir, ya yoxdur. Ya kəsiləcəksən, ya da davam eləyəcəksən. Amma bu il görürük ki, kəsilənlər üçün də Nazirlik tərəfindən, Mədəniyyət Nazirliyi tərəfindən xüsusi təşəbbüs oldu, çox sağ olsunlar. Və onlar yenidən dövlət büdcəsindən müəllimlər təşkil olundu. Onlar yenidən öz, belə deyək, ixtisasları, öz yerləri uğrunda müsabiqədən kənar müəllimlər işə qəbulu prosesində iştirak etdilər və bir çoxu bərpa oluna bildilər. Amma əslində Nazirliyin belə bir öhdəliyi yoxdur. Nazirlik tam qanuni olaraq attestasiya edir. Ya hə, ya yox. İndi sertifikasiya nədir? Sertifikasiya bilik və bacarıqların yoxlanılması, qiymətləndirilməsidir. Yəni bu adam hansı səviyyədə bacarır, hansı səviyyədə bilir? Bunu zaten biz bilirik ki, Təhsil Nazirliyi illərdir keçirir orta məktəblərdə. Yəni bu prosesi bilirik. Yəni qiymətləndirmə tibb işçiləri üçün keçirilir bu proseslər. Onların bilik və bacarıqlarının belə deyək, mütəmadi olaraq 3 ildən 5 ildən bir qiymətləndirilməsidir. Ən məntiqlisi olan buydu onsuz da attestasiyadan. Amma dövlətin qanununda attestasiya dövlət müəssisələri attestasiya olunması deyə bir şey olduğu üçün, yəni biz bunu qanunsuz da sayılmalı, attestasiya niyə edilir, sertifikasiya olunmadı. Amma attestasiyanın təşkilində problemlər mi var idi? Zənnimcə attestasiyanın keçirilməsində bəzi nöqsanlar, qüsurlar aşkarlandı. Bu qüsurları aşkarlayan, təbii ki, nöqsanları aşkarlayan qurumlar var. Sadəcə biz ön baxış olaraq baxırıq, görürük ki, bu uğursuz bir siyasət oldu. Təbii ki, bu qanuni bir siyasətdir. Dediyim kimi, yəni qanunla hər kəsin, hər bir dövlət müəssisəsinin attestasiya olunması var və bu qərarı verən nazir müavinləri, daha doğrusu nazir deyək, nazir müavinləri təşəbbüslə çıxış edə bilər və düzgün qərar verirlər. Sadəcə bu təşkil proseslərində gördük ki, belə deyək, nəsə problemlər yarandı təşkilatçılıqda. Dərhal tez bir şəkildə hər kəs düşdü ələ ayağa, bütün qurumlar, ay onu gətirin, bunu yazaq, onu eləyəcək, bu başlayacaq, o bütün attestasiya. Hər kəs qaça-qaçda. Bunu öncədən bəlkə də məlumat verərəkdən 1-2 il sonradan başlamaq olardı. Nəinki qaça-qaça bir proses keçirmək. Bu proses uğursuz olmasını mən düşünürəm uğursuz oldu, amma mən deməsəm belə, bu uğursuzluğu zaten məncə Mədəniyyət Nazirliyi də hardasa boynuna alır. Niyə bu uğursuzluğu bileyim? Çünki prezidentin fərmanı var. Attestasiyanın ləğv olunması bu yönümlü musiqi təhsili və yaxud da incəsənət təhsil müəssisələrində və sertifikasiya əvəz olunması haqqında və Nazirlər Kabinetinin də keçiriləcək bu prosesin gedişatı haqqında prezidentin məlumatlandırmaları 3 ay müddət verildi onlara.
Bu təşəbbüs deyirlər ki, Mədəniyyət Nazirliyinin özü tərəfindən oldu. Yəni Mədəniyyət Nazirliyi dedi ki, xahiş edir cənab prezident fərman, yəni təhsil haqqında qanunda dəyişikliklər edilsin. Bu fərqi yoxdur. Ola bilər Mədəniyyət Naziri təşəbbüslə çıxış eləyib, ola bilər humanitar şöbə çıxış eləyib prezidentin yanında. Fərqi yoxdur. Kim təşəbbüslə çıxış edir eləsin. Bu deməkdir ki, bizim bu tətbiq etdiyimiz siyasət uğursuz bir siyasət oldu və bunun uğursuzluğu haqqında Milli Məclisdə də zaten uğursuz bir siyasət kimi demədilər. Amma uğursuz olduğunu hiss elədi ki, dedilər ki, Bakı insan faktoru genişdir. İnsan faktoru olan yerdə daha çox səlahiyyət verilib insanlara. Orada da təbii ki, problemlərin olma ehtimalı var. Və problemlər də oldu və olurdu. Məhkəmə çəkişmələri oldu, problemlər yarandı və s. və gördük ki, artıq Milli Məclisdə sertifikasiyanın tərəfinə keçdi və sertifikasiya olunması insan əməyinin daha da azaldılması tərəfinə keçərək onlar da bu prosesi belə deyək, öz dillərinə qınadılar ki, yəni düzgün deyil. Məncə burada təşkili proseslərdə problem var idi. Qaça-qaça hər kəs bilir, prosesdə iştirak edən bütün mədəniyyət işçiləri bilir ki, qaçaqolla hər şey təşkil olundu. Xüsusən rəhbər şəxslər, bir rəhbər şəxslər özləri də bilirlər ki, bütün gün qaça-qaçdaydılar ki, bu necə eləyəcək, o necə eləyəcək, ay müəllim gəl bunu tərtib elə, ay müəllim, ay attestasiya verdin, gəl attestasiyada otur, komissiya götür, ay belə. Biz bilirik ki, proseslər necə cərəyan edir. Qaça-qaç, qoy-qoy. Amma bu belə olmasaydı bəlkə daha da rahat olardı. Orada oturan şəxslərin psixoloji durumları, nə olsun, savadlı bir şəxs ola bilər, çox intellektual bir şəxs ola bilər. Həmin anda məsələn problemləri var, beynində başqa düşüncələr var, əsəbidir, qarşıdakı şəxsə tərəf. Burada çox faktorlar var, insani faktorlar var ki, bunların da artıq qiymətləndirilməsi. Mədəniyyət Nazirliyinin kameralar yerləşdirib, şəffaflığı təmin etməyə çalışıb maksimum səviyyədə, öz nümayəndələrini yerləşdirib. Eləcə də məhkəmələrə müraciətlər var, kameralar açılır, baxılır. Yəni bu digər dövlət orqanlarının belə deyək, elə Mədəniyyət Nazirliyi daxil olmaqla onların işidir. Yəni ki, obyektiv də qiymətləndiriləcəyinə inanıram. Amma ümumilikdə bir siyasət məncə də tam uğurlu bir siyasət olmadı. Daha da bişmiş formada bunu təşkil etmək olardı və yerdə qalan şəxslərin sertifikasiya cəlb olunmasına gələk. Yerdə qalan şəxslərin sertifikasiya cəlb olunması nə deməkdir? Yəni bundan sonra ayın 1-i 2026-cı ildən sonra, məsələn ayın 5-i var idi mən bilən, 13-ü var idi deyəsən və s. günlərdə cəmaətə SMS gəlmişdi ki, gəlin attestasiya olunacaqsınız. O şəxslər artıq attestasiya olunmayacaq və onlar sertifikasiya verəcəklər. Bəs biz vermişdik, nə oldu? Siz verdinizsə keçdi, qutardı. Verənlərə problem yoxdur. Kimlər ki attestasiya imtahanı verib keçiblər uğurla, onlarda problem yoxdur. Keçdilər, sağ olun. Qaldı 3 ildən sonra çox böyük ehtimal. Yoxsa 5 ildən mi? 3, 5, məncə 3 ildən sonra sertifikasiya imtahanı təzədən onlar sertifikasiya verəcəklər bu gördüyümüz qaydada. Attestasiya onlar üçün hal-hazırda keçərlidir. Amma kimlər ki qalıblar, hansı bölgələr ki qalıblar, attestasiyaya girməyiblər, onlar artıq sertifikasiya verəcəklər. Amma mənim ayın məsələn 5 imtahanım idi, 12 müddətlər silindi. Mən zənn edirəm, mən düşüncəm bu yöndəndir və mənbələr də belə deyir məncə. Yenə də deyirəm, hər şeyi dəqiq əsas mənbələrdən götürün, rəsmi mənbələrdən və rəsmi məlumatları əldə edin. Zəng vurun, soruşun, Mədəniyyət Nazirliyi 147 nömrəsi var və sosial şəbəkə. Qısacası 3 ay müddətində prezident görürsüz Nazirlər Kabinetinə və xüsusən də Mədəniyyət Nazirinə belə bir müddət verib ki, necə keçiriləcək, mənə məlumat verilməlidir ki, qanunu hazırlayın, təsdiqləyin, mənə məlumat verin. Bu deməkdir ki, 3 ay müddətində böyük ehtimal ki, sertifikasiya gözlənilmir. Növbəti mərhələdə yəqin ki, sentyabr ayından başlayaraq sertifikasiya tətbiq olunacaq hər kəsə. Kimlər ki, attestasiya verməyiblər və bunun forma və üslubu haqqında isə heç bir elə məlumat yoxdur. Prezident özü deyir ki, mənə məlumat verin necə olacaq. Hazırlayın, mənə məlumat verin. Yəni heç kim bu dəqiqə çıxıb deyə bilməz ki, belədir, elədir. Danışdığım vaxtdan söhbət gedir də, may ayının əvvəlləri, ayın 1-2-si. Yəni hələ heç kim bunu bilmir. Bu təqdim olunacaq prezidentə və təsdiqlənəndən sonra ictimaiyyətə mütləq şəkildə məlumat rəsmi mənbələrdən veriləcək. Bəs müəllim, sertifikasiya sizcə necə olacaq? Sertifikasiya nətər təşkil olunacaq? Onun attestasiyadan fərqi nə olacaq ki, indi gedişat necə dəyişəcək desəz, burada yenə də deyirəm, şəxsi fikirlər, subyektiv fikirlər ortaya girə bilər. Çünki dediyim kimi, bunu müəyyən edən orqan Mədəniyyət Nazirliyi olacaq və Nazirlər Kabineti və təsdiqlənmiş bir qərar olacaq, ictimaiyyətə məlumat veriləcək. Prezident hələ cavab gözləyir ki, necə olacaq. Prezidentə cavab verilməyib, mən onu sizə necə deyə bilərəm ki, necə olacaq. Amma təxmin eləyə bilərik. Biz insanlıq məntiqimiz var, düşünürük və şuurla hərəkət eləyə bilirik. Zənn edirəm ki, müəllimlərin işə qəbulu kim olacaq? Yəni, müəllimlərin işə qəbulu prosesi necədir? İlkin olaraq test verirsiniz, daha sonra müsahibəyə girirsiniz. Müsahibədə orada oturan şəxslərin belə deyək, funksionallığı azaldılacaq. Yəni onlar o mərhələyə keçən şəxslər məsələn gedəcəklər 3 dənə əsəri ifa eləyəcəklər və çıxacaqlar bayıra. Qutardı, getdi. Uzağa bir dənə də alət haqqında bir kəlmə soruşarlar ki, alətin haqqında çıxacaqlar bayıra. Əlavə heç bir şeyə ehtiyac olmayacaq. Ay nəzəriyyəçi məni kəsdi, ay müəllimlər
çətin sual verdilər filan. Elə bir şey yoxdur. Girdin 2 dənə, 3 dənə sərvi çaldın. Çala bilir, bacarır. Müəllim nağara haqqında nə deyə bilərsən? Hə, məsələn bir solo çaldın, 2 dənə əsər, hə çıxdın bayıra. Bu qədər sadə. Birinci mərhələyə yüklənəcəklər böyük ehtimal test olacaq. Bəlkə də Dövlət İmtahan Mərkəzi bu testi imtahanı təşkil edəcək. O da ola bilər. Mən istəyərdim ki, onlar etsinlər. Çox şəffaf, obyektiv, gözəl bir proses olacaq. Bu sertifikasiya imtahanının sualları hazırlanacaq və mən düşünürəm ki, mən nağara çalaram, mən nəzəriyyəni o qədər bilmirəm, nə bilim, mən balabanam, mən belə bir şey olmayacaq, mənə elə gəlir. Mənə elə gəlir ki, burada proses tam olaraq ixtisaslara bölünməyəcək. Xalq çalğı alətləri deyə götürüləcək. Tar, kamança, kanun, bunlar nağara, balaban, bunlar hamısı birgə bir test sualları, blanka hazırlanacaq onlar üçün. Necə ki, işə qəbul, yəni işə qəbul prosesini belə proses işə qəbuldan fərqi nə ola bilər? Suallar fərqi ola bilər. Ola bilər məsələn işə qəbulda dünya görüşü, məntiq və sair fənlər var. Musiqi ədəbiyyatı, solfeji, nəzəriyyə və s. Bax, ola bilər ki, biraz yüngülləşdirilmiş versiya olsun, onlar olmasın. Amma mən zənn edirəm ki, konkret elə də olacaq bəlkə də. Elə musiqi ədəbiyyatı da olacaq, məntiq də olacaq, nəzəriyyə, solfeji də və hansı səviyyədə olacaq? Ümumi müəyyənləşmiş xalq çalğıya uyğun səviyyədə. İşə qəbula gedəndə bəyəm deyirsən, mən nağara çalıram, mənə asandır verir. Elə bir şey yoxdur. Sən nağara çalırsan, lap əlavəsən, o da tar çalır. Fərqi yoxdur. Yəni mən elə gəlir ki, bu işə qəbul imtahanı kimi olacaq. Birinci mərhələ sertifikasiya test aparılacaq. Zaten bu test olmağı hardasa dəqiqdir deyə bilərik. Çünki burada insan rolunun azaldılması, Milli Məclisdə də bu qeyd olunur. İnsan rolunun azaldılması ki, çəkişmələr çox olmasın. Ona görə test şəklində də kimə nə şikayət edəcəksən, yazdığın əllərində olacaq. Baxacaqlar ki, A yerinə B işarə eləmisən, demək sən bilmirsən bunu, hazır deyilsən. Ola bilər bal sistemi olsun, nə olsun. Yəni yanaşma belədir. Düşünürəm ki, bu proses belə olacaq. Ümumi gedişatda düşünürəm ki, yaxşı olacaq. Ümumilikdə bu təşəbbüsü alqışlayıram. Attestasiya yerinə sertifikasiyanın olunması, yəni bilik və bacarıqların yoxlanılması çox önəmli faktordur. Mən hətta Təhsil Nazirliyindən xahiş eləyərdim ki, bunu ali məktəblərdə, eləcə də kolleclərdə də tətbiq etsinlər. Çünki bu bilik və bacarıqların yoxlanılması önəmli faktordur. Hətta maaşın da optimallaşdırılması, ona uyğunlaşdırılması çox gözəl olardı həqiqətən də. Çünki bilik və bacarıqlar çox önəmlidir ixtisas sahəsində. Mən insanlar tanıyıram ki, illərdir, məsələn, Təhsil Nazirliyi tabeliyində deyək, ali təhsil müəssisələrində deyək və yaxud da orta ixtisas təhsil müəssisələrində deyək. İllərdir işləyirlər, amma ortada bir şey yoxdur. Baxırsan ki, elə geriyə gedirlər. İllərdir eyni şeylərin üzərində işləyirlər, eyni şeylər çalışırlar, amma olmaz. Müəllim yaradıcı olmalıdır, müəllim irəli getməyə çalışmalıdır, biliyini daim belə təzə tutmağa çalışmalıdır, yeni biliklər əldə etməyə çalışmalıdır, öz üzərində işləməlidir. Müəllim budur. Və attestasiya yox, sertifikasiyanın keçirilməsi, onlara bilik və bacarıqların qiymətləndirilməsi biraz müəllimləri daim imtahan həyəcanında saxlayır və daim geriyə atmamağa hər şeyi, əşi deməməyə, daha çox öyrənməyə, öyrətməyə, özünü artırmağa, inkişaf elətdirməyə təkan verici amildir və bu müsbət qiymətləndirilməlidir. Ümumilikdə proses müsbətdir, alqışlanasıdır. Hər kəsə uğurlar arzulayıram. İnşallah hər biriniz yüksək nəticələrlə sertifikasiya imtahanlarından keçərsiniz. Uğurlarınız bol olsun. Növbəti videolarda görüşmək ümidi ilə Allaha əmanət olun.